şəkərli diabet haqqında sizə məlumat vermək istəyirəm. Şəkərli diabet geniş yayılmış xəstəlikdir və bu əsrin pandemiyasına çevrilibdir. Ən əsas şikayətlər hansılardır? Poliuriya, sidəyə tez-tez getmək, polifagiya, çoxlu qidalanmaq və polidipsiya, çoxlu maye qəbul eləmək. Şəkərli diabet zamanı ən birinci onun kliniki əlaməti qanda qlükozanın artılmasıdır, yəni çox olmasıdır. Və bu zaman fəsadlar bir çox, yəni qanda glikemiyanın artması zamanı fəsadlar üzə çıxır. Şəkərli diabetin 5 fəsadı vardır. Diabetik retinopatiya, diabetik polineuropatiya, diabetik angiopatiya, diabetik nefropatiya və diabetik pəncə. Bizim pasientlərimiz xroniki olduğu üçün daim olaraq nəzarət altında olmalıdırlar və diaqnostik müayinələr keçirildikdən sonra daim olaraq endokrinoloji xidmət almalıdırlar. Ən əsas şəkərli diabet zamanı qanda qlükozanın normada olması, arterial təzyiqin normada olması və lipid profilinin, yəni xolesterinin normada olması vacibdir.